Hər kəs salam. Bugünkü mövzumuz yeni bir bəhsə əsaslanacaq və buna uyğun olaraq biz playlistimizdə elektrotexnika sahəsində həm nəzəri, həm də praktiki olaraq öz əksini tapan, eyni zamanda universitetlərdə keçilən və bəzən də tələbələrin başa düşməsi çətin olan mövzuları sadə dildə sizlərə çatdırmaq, rahat şəkildə başa salmağa çalışacağam. Bu mövzular elektrotexnikada ilkin olaraq keçilən, hətta fizika sahəsində də, məktəb fizikasında da keçilən Ohm qanunu, yəni dövrə hissəsi üçün Ohm qanunu, onun həm nəzəri, həm praktiki hissələri, eyni zamanda növbəti videolarımızda da Çexovun qanunları və bu əsasdan olan dövrələrlə bağlı sadə mərhələlər öz əksini tapacaq. Bugünkü videomuz Ohm qanunu haqqında olacaq. Ohm qanunu cəryanın gərginlik və müqavimətdən asılılığını özündə əks etdirən bir qanundur. Və tərifini verməmişdən qabaq istəyirəm ki, əvvəla biz gərginlik, cəryan və müqavimət anlayışlarını ümumi olaraq bir mənimsəyək. Gərginlik V hərfi ilə işarə edilir. Bəzi Azərbaycan ədəbiyyatlarında isə U hərfinin işarələnməsini görməkdəsiniz. Böyük I cəryanı və ya cəryan şiddətini, böyük R isə müqaviməti bildirir. Yeri gəlmişkən bizim bu videolarımızda olan izahlar maksimum dərəcədə mövzunu rahat başa düşmək üçün olan sadə formalı izahlardır ki, bəzən müəyyən analogiyalarla, məsələn, su analogiyası ilə və yaxud da ki, sadə praktiki nümunələrlə bu izah ediləcək. Ola bilsin ki, hər hansısa bir qanunun, bir tərifin forması universitet dərslikində keçilənlə birəbir eyni olmasın. Yəni, bu da əsas qeyd elədiyim kimi videolarımızın ana mövzusudur, ana xəttidir ki, bunları rahat şəkildə hər bir kəsin başa düşəcəyi tərzdə sizlərə çatdıraq. Gərginlik dedikdə iki nöqtə arasındakı potensiallar fərqi nəzərdə tutulur. Cəryan yüklü zərrəcik nizamla hərəkətidir. Müqavimət isə həmin cəryana göstərilən hər hansısa bir əks təsirdir. Sadə bir elektrik dövrəsinə keçməmişdən qabaq mən istəyirəm ki, bir su analogiyası ilə bunu izah etməyə çalışaq. Fərz edək ki, siz kranı açmısınız və krana bir boru, bir şlanq qoşmusunuz və həyəti suluyursunuz, öz güllərinizi, ağaclarınızı suluyursunuz. Gərginlik, cəryan və müqavimət parametrlərini, anlayışlarını buna tətbiq edəsi olsaq, həmin deməli krandan gələn, əsas mənbədən gələn su bizdə bir qida mənbəyi funksiyasını daşıdığı üçün gərginlik parametri olaraq onu götürək, onu hesab edək. Həmin şlankın içərisi ilə axan su bizdə cəryandır, cəryan şiddətidir və sol tərəfdəki şəkildə bunu görməkdəsiniz ki, qida mənbəyindən krandan tutaq ki, suyu açdıqda şlank vasitəsilə borudan su axır. Sağ tərəfdəki şəkildə isə tutaq ki, artıq müqavimət məsələsi işin içərisinə daxil olur. Müqavimət dedikdə bir əvvəlki slayda bir də qayıdaq. Cəryana göstərilən hər hansısa bir əks təsirdir. Fərz edək ki, bu şlankın üzərinə ayağınızı qoymusunuz, şlankı tapdalayırsınız və suyun şlankdan axmasını, gəlib tökülməsinin qarşısını alırsınız. Yəni, şlankın içərisində olan suya bir əks təsir edirsiniz. Belə olduqda, əvvəlki variantla müqayisədə suyun şiddəti azalacaq. Deməli, siz şlanka hər hansısa bir müqavimət göstərdikdə ayağınızla, onun içərisindəki su azalır. Ayağınızı qaldırdıqda oradakı müqavimət çəkilir deyə, orada olan əks təsiri götürülür deyə su əvvəlki qaydada başlayır kanalın içərisindən axmağa. Ohm qanununun belə animasiya formasında olan sadə bir şəkli də bunu göstərir ki, sol tərəfdə olan sarı simvol gərginlik parametrini simvolizə edir ki, cəryanı bir tərəfdən digər tərəfə istiqamətləndirməyə, hərəkət etdirməyə cəhd göstərir. Müqavimət olduqda isə həmin cəryanın naqilin içərisindən keçməsinin qarşısını alır. Ona bir əngəl törədir, müqavimət göstərir. Belə olduqda cəryanın qiyməti azalır. Tərifini verəsi olsaq, Ohm qanununa əsasən cəryan şiddəti gərginliklə düz, müqavimətlə isə tərs mütənasibdir. Yəni, ən əvvəlki slayda qayıtsaq, burada ortada gördüyünüz düsturu biz ifadə edə bilərik ki, əsasən Ohm qanunu üçün. Burada gördüyünüz I, yəni cəryan şiddəti gərginliklə düz, müqavimətdən tərs mütənasibdir. Haradakı müqavimət var, oradan keçən cəryanın qiyməti azalacaq. Müqavimət oradan götürüldükcə, azaldıqca isə cəryan şiddətinin qiyməti artacaq. İndi biz sadə belə bir dövrə quraq və bu dövrəni praktiki olaraq cəryanın müqavimətdən və gərginlikdən necə asıllığını ifadə etməyə çalışaq. Qida mənbəyi kimi batareya istifadə edilib.
5 volt gərginlik mənbəyidir, qida mənbəyidir. Sadə olaraq bir dənə rezistor, 1 kilo ohmluq rezistordan cəryan axacaq. Həmin onun hesabatını aparmaq üçün də yenə də yuxarıda gördüyünüz I bərabərdir V bölünsün R düsturundan istifadə etmək olar. Verilmiş bu dövrə üçün naqildən və yaxud da rezistordan axan cəryanın qiymətini tapmaq istədikdə 5 voltu 1 kilo ohma bölmək lazımdır. Ona görə də 5 bölək 1 kilo ohm yəni 1000 ohm bərabər edir 0,5 amper, yəni 5 milliamper. İndi Tinkercad proqramında həmin dövrəni simulyasiya eləyək, baxaq. Bir ədəd breadboard və bir ədəd rezistordan istifadə etmişəm. Rezistor 1 kilo ohmluqdur və onu breadboard üzərində yerləşdirirəm. Buradan da power supply yazaraq qida mənbəyini götürürəm. Burada gördüyünüz qida mənbəyinin qırmızı və qara probları uyğun olaraq batareyanın qırmızı və qara qütblərinə uyğun gəlir. Sol yuxarı hissədəki bu çevirgəz gərginliyin qiymətini artırıb azaltmağa xidmət edir. Aşağıdakı çevirgəz isə qida mənbəyindən verilən cəryanın limitini təyin edir. Yəni biz özümüz fiziki olaraq buradan dövrəyə verilən cəryanın qiymətini artırıb azaltırıq. Breadboardun hər iki zolağına qida mənbəyinin qollarını qoşuruq və rezistorun bir tərəfinə müsbət qütbünü, qida mənbəyinin digər tərəfinə isə groundu və yaxud da mənfi qütbünü qoşuruq. Simulyasiyanı başladıram. 5 volt gərginlik tətbiq edilib rezistora, 1 kilo ohmluq rezistora və hal-hazırda 5 milliamper cəryan çəkir. Bu qida mənbəyində ekranda 5 milliamper artıq görünməkdədir. Ola bilsin ki, siz ampermetrdən və yaxud da multimetrin ampermetr bölməsinin köməyi ilə cəryanı görmək istəyirsiniz. Bunun üçün də burada multimetr seçimi edib, buradan amperajı seçirik. Ampermetr dövrəyə ardıcıl qoşulur. Rezistordan əvvələ, rezistordan sonraya da qoşula bilər ampermetr. Heç bir fərqi yoxdur. Yəni, ardıcıl dövrə üçün cəryan sabitdir. Bu o deməkdir ki, 5 voltluq mənbəyə əsasən dövrədən, ardıcıl dövrədən axan cəryan həm rezistora qədər olan naqildən, həm rezistorun içərisindən, həm də rezistordan sonra olan hissədə axan cəryan hamısı eynidir. Tutaq ki, 20 milliamperdirsə, hər yerdə 20 milliamperdir. Ona görə də ampermetri rezistordan öndə və yaxud da sonrada qoşmağın heç bir fərqi yoxdur. Mən hal-hazırda rezistordan sonraya qoşuram. Qırmızı probunu birləşdirirəm. Qara probunu isə buradan grounda doğru aparıram və yeni simulyasiyanı başladıram. Özünü göstərdim. İndi əsas məsələ ohm qanununun necə işlədiyini bu dövrədə görməkdir. Mən qida mənbəyinin gərginliyinin qiymətini artırıram. Bu zaman rezistorun qiyməti sabitdir. Belə olduqda cəryanın qiyməti artacaq. Yəni tərifdən də deyildiyi kimi cəryan şiddəti gərginliklə düz mütənasibdir. Çünki müqavimət burada sabit qalır. Bir daha slayda keçid edəsi olsaq, mən gərginliyin qiymətini artırsam, R sabit olduğu üçün I-nin qiyməti artacaq. Buradan 5 voltun qiymətini 8 volta qaldırdıqda bayaq 5 milliamper, indi isə 8 milliamper dövrədən cəryan axır. İndi 11-17 milliamper cəryan axır. Yəni gərginliklə düz mütənasibdir. Həmçinin bu gördüyünüz dövrədə isə bir ədəd potensiometri cəryan bölücü formasında dövrəyə qoşaraq LED-in parlaqlığının necə artıb azaldığını görə bilərsiniz. İndi bunu da birazdan praktik eləyəcəyik. LED-in parlaqlığının da artıb azalması dövrədən axan cəryanın qiymətinin artıb azalması anlamına gələcək. Bu nümunədə artıq biz gərginliyi, yəni qida mənbəyinin gərginliyini sabit saxlayacağıq, müqaviməti dəyişəcəyik. Belə olduğu halda cəryanın qiymətinin necə olduğunu müşahidə etmiş olacağıq. Bundan ötürü potensiometr iş masasını gətirirəm. Ardıcıllıq baxımından da həmçinin bu dövrədə birinci potensiometrin və yaxud da ikinci LED-in qoşulması bir o qədər də əhəmiyyəti yox. Yerləri tərsinə də qoşula bilər. Çünki ardıcıl dövrədir. Həmin dövrəyə əsasən qırmızı qütbü potensiometrin bir ayağına, potensiometrin digər ayaqlarını bir-biri ilə qısa qapayıram və bunun rəngini də fərqli bir rəng eləyirəm. Və bu qısa qapanmış ayaqdan LED-in anod ayağına, yəni müsbət ayağına qoşulmuş olur. Buradan bir xətt götürüb LED-in anoduna birləşdirirəm və bu anod hissəni gətirib multimetrin və yaxud da ki, ampermetrin müsbət ayağına, burada iki digər ayağı isə gətirib ground'a birləşdirirəm. Simulyasiyanı başlatdım və
gərginliyin qiymətini fiks olaraq sabit 3.3 volt təyin elədim. Amma buna baxmayaraq burada bir informasiya verir bizim üçün ki, LED artıq sıradan çıxma bir hala gəlib. Çünki 20 mA maksimum cəryan çəkəcəyi təqdirdə hal-hazırda 191 mA bizim LED cəryan çəkir. Səbəb odur ki, potensiometri biz bilirik ki, tənzimlənə bilən müqavimətdir, yəni öz qiymətli müqavimətini dəyişir. Bu necə baş verir? Biz bu çevirgəci sağa və yaxud da ki, sola çevirdikdə orta ayağa nəzərən sol və orta ayaq arasındakı müqavimətin qiyməti artdıqda sağ və orta arasındakı müqavimət azalır və yaxud da uyğun olaraq bu hissədəki müqavimət artdıqda bu ikisi arasındakı müqavimət azalır. İndi biz bu çevirgəci fırlatdıqca mən müqaviməti artırmış oluram. Yəni hal-hazırda dövrəmizin LED dövrəsinin müqavimətini artırmış oluram və mənim LED-im artıq çoxdan sönüb. Burada da amperajın get-gedə kiçildiyini, mikroamperlər səviyyəsinə düşdüyünü görürsünüz. Amma bayaqki nümunədə 191 mA mənim dövrəm cəryan çəkirdi. İndi bu qiyməti, müqavimət qiymətini artırdıqda cəryanın necə dəyişdiyini görməkdəsiniz. Artıq müəyyən bir qiymətdən sonra 0 amper olaraq ampermetrin qiymətini görürsünüz. Çünki mikroamperdən də artıq kiçik olan bir amperajlar nanoamper səviyyəsi hesab olunur ki, bu da demək olar nəzərə alınmayacaq dərəcədə bir cüzi cəryan axıntısıdır, sızıntısıdır ki, bunu da hesaba qatmamaq əslində olar. Ona görə də potensiometrin köməyi ilə müqaviməti artırıb azaltdıqda cəryanın necə dəyişdiyini rahat bir şəkildə görə bilərik. Və bir əhəmiyyətli nüansı da qeyd edeyim. Bizim burada gördüyünüz 3 əsas parametrimiz ki var idi. Gərginlik, cəryan və müqavimət. Burada gördüyünüz bu iki parametri, həm gərginliyi, həm cəryanı dövrəyə enerji verildiyi halda, yəni pida altında, gərginlik altında ölçmək lazımdır. Bu iki elektriki parametr birbaşa enerji mənbəyinə qoşulu halda ölçülməlidir. Müqavimət dəyəri isə dövrə enerjidən çıxarıldıqda, ayrıldıqdan sonra ölçülməlidir. Çünki biz digər bir müqavimət ölçəri 10 metri götürsək və potensiometr üzərindəki müqaviməti hər dəfə dəyişdirdikcə ölçəsi olsa, bu bizə qeyri-dəqiq ölçmə verəcək. Çünki müqavimətdən cəryan axdıqca həmin müqavimət materialının rezistorun qızmasına görə onun müqaviməti istər-istəməz dəyişə bilər. Bu da bizə qeyri-dəqiq nəticələr verəcək. Ona görə də biz məhz rezistor, yəni müqavimət məfhumunu, parametrini ölçmək istədikdə onu enerjidən ayırmalıyıq. Bu günlük bu qədər. Elektrotexnika və ya elektrik dövrələri nəzəri əsasları fənnində, sahəsində keçirilən ən zəruri təməl elektrik qanunlarından biri olan Ohm qanunu bugünkü mövzumuzda, videomuzda öyrənməyə çalışdıq. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.